Gilas bağının 4-cü ilidir. Şlanqları değişirik. Yəni ona görə deyirəm ki, həqiqətən çox da bahalı şlanqdan istifadə etməyə ehtiyac yoxdur. Yəni bağ meyvəyə düşəndən sonra tezdən değişmək olar. Bunlar değişəcək burada. Gördüyünüz kimi. O birisi şlanqları tezələrini əvəzləyir. Çünki içi kübrə dolur, nə bilim qış keçirir, nə edir, partlayır. Bu bizim meyvələrimiz Pirmer Gigant sortu. Buranı daha sıx əkmək lazım idi. O vaxtı çox da dəqiq, necə deyim, məlumatlar yox idi. İndi fikir verirəm ki, bu bağı hardasa 2 metr 50 sm, 3 metrdən əkərdik. Yəni də xeyirlisi.